1950-ci illərdə Lerikin Bızeyr kəndində çoxlu yağan qardan sonra meydana gələn dağ sürüşməsi nəticəsində böyük bir qızıl xəzinəsi aşkarlanır. Araşdırmalar nəticəsində məlum olur ki, sözü gedən xəzinə Bizans imperatorunun ərəb sülaləsi olan və İslamdan öz şəxsi məqsədləri üçün istifadə edən Abbasilərə qarşı mübarizə aparmaqdan ötürü Babəkə göndərdiyi pullardır. O pulları tapan şəxslərin adları və şəkilləri çəkilərək sənədləşdirilib. Amma böyük bir xəyanətə yol verilməsi ilə bu sənəd Sankt-Peterburqda arxivdə saxlanılır. Orada sözü gedən xəzinəni tapan 2 nəfərin şəkli var. Şəklin altında isə belə yazılıb: Bizans imperatorunun Babəkə göndərdiyi qızıl sikkələri tapan filankəs filankəs. Bızeyr kəndi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası. Bəli, bu şəxslərin məzarları belə hazırda Talış bölgəsində durduğu halda, onların xəzinəni tapdığı yer kimi Naxçıvan göstərilib ki, Babəki Talış xalqından alıb Naxçıvana verməklə türkləşdirsinlər. Yəni, o vaxtki standartlara əsasən Azərbaycanlılaşdırsınlar. Bu hadisəyə qədər Azərbaycanda və SSR-də Babək adlı tarixi şəxsiyyəti demək olar çox az adam tanıyırdı. Babəki türkləşdirmək, yəni Azərbaycanlılaşdırmaq məqsədi ilə o vaxtki hakimiyyət Naxçıvanda Bəz qalası nağlını uydurdu. Babək filmini çəkdi və s. Əgər onlar bunu etməsəydilər, xəzinəsi Talış bölgəsindən tapılan Babək tarixə Talış qəhrəmanı kimi düşəcəkdi. Bu üzdən də tez tərpənib, Talış zonasında xəzinəsi tapılan Talış Babəki Türk, yəni Azərbaycanlı kimi SSR tarixinə saldılar. Halbuki, Türklər bu ərazilər Babəkdən 200-300 il sonra gəliblər. Amma əsl ləqəbi Popok olan və ərəb dilində P hərfi olmadığından P əvəzinə B hərfinin işlədilməsi üzündən Babək kimi tələffüz edilən Babək milliyyətcə Talış olub, mübarizə apardığı ərazilər də Talış zonası olub. Hazırda Lerikin Bızeyr və Lənkəranın Bəlləbur kəndlərində və İranın Talış zonasının Astara, Masal və digər Talış şəhərlərində Babəkin istehkam qalaları bu dəqiqə də durmaqdadır. Bundan əlavə, Babək atəşpərəst deyil, qatı şia olub və Əhl-i Beyt nümayəndələrinə qarşı mübarizə aparan Abbasilər sülaləsinə qarşı vuruşub, İslama qarşı yox. Buna dair bir neçə sadə sübutlar var. 1. Babəkin əsl adı Həsən olub. Əgər Babək atəşpərəst olsaydı, onun şia atası ona Şia Həsən adını deyil, Ahuramazda filan kimi Zərdüştlüyə aid olan ad qoyardı. 2. Babəkin bayrağı qırmızı idi. Həmin dövrdə öldürülən, amma qisası alınmayan şəxslərin məzarlarının üzərində qırmızı rəngli parçadan bayraqlar sancılardı. Kərbəlada İmam Hüseyn əleyhissalamın məqbərəsinin üzərində dalğalanan qırmızı bayrağın mənası da məhz budur. Yəni hələlik İmam əleyhissalamın qanı alınmayıb. Babək də İmam Hüseyn əleyhissalamın və Əhl-i Beytin qısasını almaqdan ötürü qiyama qalxmış və İslamdan öz mənafələri naminə istifadə edən Abbasilərə qarşı vuruşaraq bu missiyasını yerinə yetirdi. 3. Hazırda İran və Azərbaycan ərazisində yaşayan seyidlər ilk dəfə məhz Babəkin vaxtında bu ərazilərə gəliblər. Abbasi xəlifələrinin təqibindən qurtarmağa çalışan seyidlər Babəkə pənah gətirmişdilər. Əgər Babək atəşpərəst olub İslama qarşı vuruşsaydı, Əhl-i Beyt nəslinin davamçıları olan seyidlər ona pənah gətirməzdi. 4. 12-ci İmam Sahibəz-Zaman Əcəlallahu Fərəcə məhz Abbasi xəlifələrinin vaxtında qeybə çəkilib. Bu isə o deməkdir ki, Abbasilərin Əhl-i Beytə və onun davamçılarına qarşı mübarizəsi elə həddə çatılmış ki, İmam Məhdi Əcəlallahu Fərəcə qeybə çəkilmək məcburiyyətində qalıb. Babək də məhz belə şiə düşməni olan hakimiyyətə qarşı vuruşurdu. İslama qarşı yox. Beləliklə siz Babəki tam ayrı prizmadan tanıdınız və əsl Babək məhz bu idi. SSR-nin yaratdığı saxta, atəşpərəst və türk Babək yox.